Salam. Deməli bugün birinci hissə test toplusu kəsirlərin sonuncu mövzusu. Yəni ədədin hissəsi və hissəsinə görə ədədin tapılması testlərini bir yerdə işləyəcəyik. Uşaqlar 11-ci sinif. Gəlin baxaq birinci suala. 1-də nə deyir? 1-də deyir ki, ədəd. Uşaqlar ədədimiz bilmirik nədir. Ədədimiz olsun x. Deyir ədədimizin, yəni x-in 3-də 2 hissəsi. Uşaqlar hissə vurma deməkdir. Vurma. Ədədin, yəni x-in 3-də 2 hissəsi deyəndə x-i nəyə vururuq? 3-də 2-yə. Deyir ədədin, yəni x-in 3-də 2 hissəsi, yəni x vur 3-də 2. Bunun üzərinə əlavə edirik. Uşaqlar 3 əlavə etsək, ədədin özü alınır. Yəni bu ifadənin özü də elə ədədin özünü verir. Yəni x-in özünü verir. Uşaqlar x-in məxrəci 1-dir. X sürətə çıxır 2x böl 3. Üstə gəl 3 bərabərdir x-a. Və bu ifadəni sağa aparsaq olacaq çıx 2x böl 3 olacaq. Yəni mənfi olacaq. X-in məxrəci 1-dir. Orta məxrəc 3 götürsək, 3-ü 1-ə böl 3, 3-ü x-a vur, 3x. 3-ü 3-ə böl 1, 1-i də bu 2x-a vursaq 2x verəcək. Deməli 3 bərabərdir, 3x-dan 2x çıx, 1x böl 3-ə, 3-ün də məxrəci 1-dir. Çarpar şəklində vursaq x-i 1-ə vur, x, 3-ü 3-ə vur, 9. Deməli burada uşaqlar ədədi soruşur da, belə ədədimiz x-dir, x-in qiyməti 9-dur. Yəni bu oldu uşaqlar bizim birinci sualımız. Birinci sualın cavabı olacaq Y variantı. Bu oldu birinci sualın cavabı. Yəni Y variantı. Keçək növbəti suala baxaq. Baxdıq nəyə? İkinci suala. 2-də nə deyir? Anar 400 səhifə ümumi kitabın 4-də 3 hissəsini oxudu uşaqlar. Ümumi 4 səhifəli kitabımız var. 400 səhifəli kitabın 4-də 3 hissəsi. Yəni hissə vurmadır. 400-ün 4-də 3 hissəsi deyənə 400-ü 4-də 3-ə vururuq. 4-də böl 1, 4-də böl 100-ü verəcək. 100-ü də 3-ə vursaq 300 verəcək. Yəni 4-də 3 hissəsini oxuyubsa, deməli 300 səhifəsini oxuyub. Deməli 300 səhifəsini uşaqlar oxuyub. Onda 400 səhifəli kitabın 300 səhifəsini oxuyubsa, neçə səhifə oxunmamış qalıb? Uşaqlar 400-dən də 300 çıxanda yerdə 100 səhifə qalıb ki, bu da oxunmamış qalıb. Deməli neçə səhifə oxunmamış qalıb? 100 səhifə. Yəni 2-də cavab olacaq A variantı. Gəlin 3-ə baxaq uşaqlar. 3-də nə deyir? Deyir turist yolun 7-də 4 hissəsini gedib. Uşaqlar bu tip sualda məxrəcdə nədirsə, sürətdə də onu götürsək, 7-də 7 götürsək, 7-də 7 yolun hamısıdır. Təsəvvür edin 7-də 7 yolun hamısıdır. Bunun əgər 7-də 4 hissəsini gedibsə, 7-də 7-dən 7-də 4-ə çıxanda 7-də 3 hissəsi qalır. Bunu bildik. Deyir, deməli, turist bu tip suallarda həmişə özümüzdən bir dənə ümumi ədəd götürür. X olsun ümumi ədəd, yəni ümumi yol. Ümumi yol. İndi baxın, 7-də 4 hissəsini gedib, qalan 15 kilometr yol. Uşaqlar, hissə olaraq 7-də 3 hissə qalıb, məsafə olaraq isə 15 kilometr qalıb. Onda nə deməkdir? Ümumi yolu, yəni X-i qalan hissəyə vursaq, yəni 7-də 3-ə vursaq, bu bizə qalan məsafəni verəcək. Yəni həmişə yadda saxlayın, ümumi məsafəni qalan hissəyə vuranda qalan məsafəni verəcək. Amma ümumi məsafəni gedən hissəyə vursaydıq, bu bizə gedən məsafəni verəcəkdir. Deməli burada nə edirik? 7-ni vururuq 15-ə, x-in qiyməti nəyə bərabərdir? Məxrəci vururuq, yəni 7-ni vururuq 15-ə, böldük 3-ə. 3-ə böl 1, 3-ə böl 5, 7-ə böl 5-in 35. Deməli bizim ümumi yolumuz 35 kilometrdir. Deyir turist getdiyi bütün yolun uzunluğu uşaqlar, bütün yolun uzunluğu hamısını soruşuraq. Cavab olacaq 35 C variantı. Bu oldu uşaqlar 3-cü sualın cavabı C variantı. 4 bunun oxşarıdır. Keçək 5-ci suala baxaq. 5-də nə deyir? 5-də deyir ki, 5-də deyir Azər bir qutu rəngli qələm var. O qələmin 3-də 1 hissəsini, uşaqlar yenə bu tip suallarda ümumi bir ədəd götürürük. Ümumi ədədimiz olsun x. X nədir burada? Azərin ümumi qələmlərin sayı. Ümumi qələmlərin sayı. Yəni hamısı. Uşaqlar, Azərin bir qutu rəngli qələm var. Yəni qutunun içində ümumi qələmlərin sayı olsun x. O qələminin 3-də 1 hissəsini İlqara verib. Uşaqlar, Azər qələminin 3-də 1 hissəsini İlqara verib. Hansı hissəsi qalır? 3-də 2 hissəsi qalır. 3-də 3-dən 3-də 1 çıxsaq 3-də 2 hissəsi qalacaq. Yəni ümumi qələmlərin sayını qalan hissəyə vuranda bu bizə
qalan qələmlərin sayını verəcək. Sonra nə deyir? Deyir qalan qələmin. Qalan nə deməkdir? Yəni x-in 3-də 2 hissəsi qalanı verir. Qalan qələmin 4də 1 hissəsini Arifə veribsə, qələmlərin hamısı 4də 4-dür. 4də 1-ini Arifə veribsə, hansı hissəsi qalacaq? 4də 3-ü qalacaq. Yəni bu qədər qalan qələmi də bu qalan 4-ü 3 hissəyə vursaq, bu ifadə də bizə yenə qalan qələmlərin sayını verir. Sonra nə deyir? Qalan 4də 1 hissəsini Arifə verdi. Sonra qutuda 24 qələm qaldı. Yəni bu yekunda bizə qalanı verirsə, bu qalan ifadə nəyə bərabərdir? Qalana bərabərdir. Və yekunda da 24 qələm qaldı. Bax, bu oldu bizim ifadəmiz. Deməli, uşaqlar, bunu mötərizədən açsaq heç nə dəyişməyəcək. X vur 3də 2 vur 4də 3 bərabərdir 24-də. Bu 3-lər gedir. 2-yə böl 1, 2-yə böl 2 qalır. X-in məxrəci 1-dir. X sürətə çıxır. Bu 2 məxrəcə düşür. Bərabər 24. 24-ün məxrəci 1-dir. Çarpı şəklində vursaq 2-ni 24-də vur 48. Deməli, ümumi qələmlərin sayını soruşur tab. Baxırıq ki, əvvəl qutuda neçə qələm vardı? Əvvəl ümumi qələmlərin sayı 48 imiş. Yəni A variantı. Bu da oldu uşaqlar 5-in cavabı A variantı. Və 6 da bunun oxşarıdır. Gəlin baxaq nəyə? Baxdıq. Deməli, nəyə? 7-yə. 7-də nə deyir? Yolun 15-də 7 hissəsi təmir olunub. Uşaqlar, yolun hamısı 15-də 15-dir. Bu hamısıdır. Yolun hamısı 15-də 15-dir. Bunun 15-də 7 hissəsi təmir olunubsa, təmir olunub. 15-dən 7 çıxan da 8-i verir. Yəni 15-də 8 də təmir olunmamış qalıb. İndi nəyə baxaq? Deyir 88 kilometr təmir olmamış qalıbsa, deməli hissə olaraq qalan isə 15-də 8-dir. Məsafə olaraq isə qalan məsafə 88 kilometr təmir olunmamış qalıb. Deməli 88 kilometrdə təmir olunmamış qalıb. Biz dedik ki, bu tip suallarda bir dənə x ümumi ədəd götürürük. X ümumi ədəd götürürük. İndi baxın uşaqlar, x-i yəni ümumini bu qalan hissəyə, yəni 15-də 8-də vursaq qalan hissəyə, bizə qalan məsafəni verəcək. Yəni 88 verəcək. Burada da x nəyə bərabərdir? 15-i vuruq 88-də. Böldük 8-də. 8-də böl. Bu 8-dir. 8-də böl 1, 8-də böl 11. 15-i də bu 11-ə vuranda 165 verir. Yəni ümumi məsafə 165-dir. Sual verəsi ki, müəllim, nə bildik ki, 15-i 88-də vururuq. Baxın, burada yazıram. X-i 15-də 8-də vuranda 88-i verirsə, bu x-in məxrəci 1-dir. X çıxır sürətə 8x böl 15 bərabər 88. 88-in məxrəci 1-dir. Çarpı şəklində vur 8x. Bu da bərabər 88 vur 15-ə. X da nəyə bərabər? 88 vur 15 bölək 8-ə. Görürüz, eyni ifadə gəldik. 8-də böl 1, 8-də böl 11. 11-də 15-ə vur 165. Bu da oldu uşaqlar Y variantı. Keçək növbəti suala baxaq. Deməli, növbəti sual nədir? Deyir 1 kran 8-ci sual. Uşaqlar, hovuz məsələsi. Baxın, bu hovuzdur. Bir kran çəni 6 dəqiqəyə, məsələn, bu olsun 1-ci kran, bu da olsun 2-ci kran. Uşaqlar, 1-ci kran hovuzu 6 dəqiqəyə doldurur. 2-ci kran hovuzu 9 dəqiqəyə doldurur. Bu da 9 dəqiqəyə doldurur. Uşaqlar, 1-ci kran hovuzu 6 dəqiqəyə doldursa, bu tip suallarda 1 dəqiqə görə hesab edilir. 1 dəqiqə hansı hissəsini dolduracaq? 6-da 1-ni. 2-ci kran 9 dəqiqəyə doldurursa, 2-ci kran 1 dəqiqə hansı hissəsini dolduracaq? 9-da 1-ni. Onda uşaqlar, bəs bunlar birlikdə 1 dəqiqəyə hansı hissəsini doldurar deyilsə, uşaqlar, hər ikisi dolandı. Birlikdən tapmaq üçün bunları toplayırıq. Yəni 6-da 1 ilə 9-da 1-i toplasaq 18, 18-də 6-ya böl 3, 3-ü 1-ə vur 3, 18-də 9-da böl 2, 2-ni 1-ə vur 2. Deməli, birlikdə hansı hissəsini doldurur? 18-də 5 hissəsini doldurur. Bizdən nəyə soruşur? Hər iki kran 1 dəqiqə açıq qalarsa, baxın, hər iki kran 1 dəqiqə açıq qalarsa, boş çənin hansı hissəsinin dolmamış qalır? Uşaqlar, hər iki kran 1 dəqiqə açıq qalanda hovuzun hansı hissəsi dolur? 18-də 5 hissəsi dolursa, bəs hər iki kran 1 dəqiqə açıq qalarsa, hansı hissəsi boş qalar? Hovuzun hamısı 18-18 isə 18-18-dən 18-də 5-i çıxırıq. Bu da bizə verəcək 18-də 13 hissəsi dolmamış qalır. Yəni boş qalır. Bizdən dolmamış qalan hissəni soruşur. Cavab olacaq 18-də 3. Yəni B variantı. Bu da oldu uşaqlar. Yox, 18-də 13-dür, bu 18-də 3-dür. Cavab 18-də 13-dür, yəni Y variantı. Bu da oldu 8-ci sualın cavabı. Keçən növbəti sual. Gəlin uşaqlar, baxaq 9-cu suala. Deyir, iki şəhərdən qarşı-qarşıya qatar yola düşüb. Deməli, bu olsun birinci
Bu da olsun ikinci qatar. Birinci qatar, ikinci qatar. Deyir birinci qatar bu yolu birinci qatar 4 saata gedir. 4 saata. İkinci qatar isə şolar gedir 6 saata. Deyir qatarlar hərəkətə başlayan 1 saat sonra onlar arasındakı məsafə bütün yolun hansı hissəsidir? Şolar. Birinci qatar 4 saata həmin bu x məsafəni gedirsə, birinci qatar həmin məsafəni x saata gedirsə, 4 saata gedirsə, bəs 1 saata yolun hansı hissəsini gedər? 4də 1 hissəsini gedər. İkinci qatar həmin yolu 6 saata gedirsə, 1 saata hansı hissəsini gedir? 6da 1 hissəsini gedir. Gedir və bu da gedir. Bəs onlar birlikdə bütün yolun 1 saata bütün yolun hansı hissəsini gedəcək? 4də 1 ilə 6da 1-i toplasaq, orta məxrəc 12, 12-ni 4-ə böl 3, 3-ü 1-ə vur 3, 12-ni 6-ya böl 2, 2-ni 1-ə vur 2. Deməli yolun 12-də 5 hissəsini gedəcək. Uşaqlar, onlar birlikdə yolun 12-də 5 hissəsini gedib. Bax, təsəvvür edin ki, biri bura qədər gəlib, o birisi də bura qədər gəlib. Gedib. Bu gedilən hissədir. Bizdən soruşur ki, onlar hərəkətə başlayandan 1 saat sonra, yəni ikisi birlikdə hərəkətə başlayandan 1 saat sonra onlar arasındakı, bax bu məsafə, onlar arasındakı bu məsafə gedilməyən məsafədir. Onlar arasındakı bu məsafə gedilməyən məsafədir. Onda onlar arasındakı bu məsafə gedilməyən məsafə deyil. Gedilməyən bu məsafə bütün yolun hansı hissəsidir? Yolun onlar 1 saat 12-də 5 hissəsini giribsə, 12-də 12-dən 12-də 5-i çıxanda deməli hansı hissəsi gedilməmiş qalacaq? 12-də 7 hissəsi, yəni onlar arasındakı məsafə ümumi x məsafənin 12-də 7 hissəsinə bərabər olur. Yəni bu variantı. Bu oldu uşaqlar 9-cu cavabı. Gəlin keçək növbətiyə. Növbəti sualda nə deyir uşaqlar? 10-cu suala baxaq. Tam çevrə 360 dərəcədə 60 dərəcə, 100 dərəcə, bir də 80 dərəcəni toplasaq, bizə verəcək 240 dərəcəni. Tam çevrə 360-ı verdiyinə görə 360 dərəcədən də 240-ı çıxanda bizə 120 dərəcəni verəcək. Deməli uşaqlar, bura düşədə 120 dərəcə. Nə deyir? Deyir 3-cü qrup bütün abituriyentlərin hansı hissəsini təşkil edir? Uşaqlar, 3-cü qrup 120 dərəcə, 120 dərəcə. Bütün abituriyentlərin hamısıdır. Hamısı da 360 dərəcədir. Yəni 120 dərəcə 360 dərəcənin hansı hissəsidir deyilsə, 120-ni bölü 360-a, 120-yə böl 1, 120-yə böl 3. Cavab olacaq 3də 1 hissə. Yəni bu sualın cavabı oldu 3də 1 hissə. Keçdik, nəyə baxaq? 12-yə baxaq. Bu tip suallarda həmişə ədədimizi bir x götürürük. X olsun bizim ədədimiz. Deyir, ədədin 0-dan %15 hissəsi. Uşaqlar, x-in 0-dan %15 hissə vurmadı. X-i vurduq 0-dan %15-ə. Nəyə bərabərdir? 12,5-in hansı hissəsinə? 0,6 hissəsinə. Deməli, bu ifadə bərabərdir. 12,5-in 0,6 hissəsi deyəndə 12-ni vurduq 0,6-ya. Bəs x nəyə bərabərdir? 12,5-i vurduq 0,6-ya böldük 0-dan %15-ə. Uşaqlar, buradan 1 vergül girib, 1 vergül, aşağıdan da 2 vergül girib. Sürət məxrəci 100-ə vur. Məxrəci 100-ə vur 15. Sürəti 100-ə vuranda burada 125, burada da 6 qalır. Şola bunu 3-ə böl 2. Bunu 3-ə böl 5. 5-ə böl 1. 5-ə böl 25. 25 də 2-yə vuranda nəyi verir? 50-ni verir. Deməli bizim həmin ədədimiz 50-dir. Bizdən soruşur ki, hansı ədəd? Hansı ədəddir şolar? Ədədimiz 50-dir. 12-də cavab oldu. C variantı. 13 bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Növbəti sualda nə deyir uşaqlar? Deyir, bir briqada bir işi 7 saata 14-cü sual. Bir briqada müəyyən işi, məsələn, birinci briqada müəyyən işi 7 saata görürsə, 1 saata hansı hissəsini görür? 7-də 1 hissəsini görür. Digəri isə, yəni ikinci briqada 6 saata görürsə, ikinci briqada da uşaqlar 1 saata işin hansı hissəsini görəcək? 6-da 1 hissəsini görəcək. Bəs bunlar birlikdə 1 saata hansı hissəsini görər? Birlikdə deyəndə uşaqlar 7-də 1 ilə 6-da 1 toplayırıq. Bu da bizə verəcək 42-də. 42-ni 7-yə böl 6, 1-ə vur 6. 42-ni 6-ya böl 7, 1-ə vur 7. Deməli, görəcək 42-də 13 hissəsini. Deməli, bunlar birlikdə 1 saata 42-də 13 hissəsini görür. Uşaqlar, onlar birlikdə 1 saata 42-də 13 hissəsini görürsə, deyir, onlar birlikdə 3 saat işləsələr. Bəs onlar 3 saat işləsələr, işin hansı hissəsini görəcək? Bura bir x yazsaq, çarpaz şəklində vururuq. 3-ü nəyə vururuq uşaqlar? 42-də
13'ə vuruq. 3'ə böl 1, 3'ə böl 14. Deməli 1 sahədə 42-də 13 hissəsini görürsə, bəs 3 sahədə hansı hissəsini görər? 14'də 13 hissəsini görər. Onlar uşaqlar 3 saat işləsələr, işin 14'də 13 hissəsini görürsə, işin hansı hissəsi görülməmiş qalır? 14'də 14'dən də 14'də 13'ü çıxanda eləyəcək 14'də 1. Yəni 3 sahədə 14'də 3 hissəsini görürsə, 14'də 1 hissəsi isə görülməmiş qalıb. Bizdən soruşur 3 sahədə işin hansı hissəsi görülməmiş qalır? Deyirsən ki 14'də 1. Yəni 14'də cavab Y variantıdır. Gəlin 15'ə baxaq. Əslində 15'ə oxşar sual demişik. Gəlin bir dənəsini işləyək. 15'də nə deyir? Deyir ambarda 11'də 3 hissəsini satıblar. Baxın 11'də 3 hissəsi satılıb. Uşaqlar 11'də 11'in hamısıdsa, bunun 11'də 3 hissəsi satılıbsa, hansı hissəsi qalır? 11'də 8 hissəsi qalıb. İndi baxın, hissə olaraq 11'də 8 hissəsi qalıb və deyir ambarda qalan taxıl 64,8'dir. Uşaqlar hissə olaraq 11'də 8 hissəsi qalıb və ambarda qalan taxıl deməli ton olaraq isə uşaqlar 64,8 ton qalıb. Yenə dedik. Bu tip suallarda həmişə bir dənə x ədədimiz olur. X olur ümumi çəki. Deməli x-in uşaqlar 11'də 8 hissəsi qalıb. Ümumini qalan hissəyə vuranda bizə qalan tonu verəcək. Yəni 64,8 tonu verirsə, x də nəyə bərabərdir? 11'i vuruq 64,8-ə. Böldük 8'ə. Uşaqlar bunu 8'ə böl 1, 8'ə böl 8,1'dir. Bu da bizə verəcək 81'i də 11'ə vuranda 891'i verəcək. 1 vergül içəri girir, olur 8,1. 89,1. Deyir, əvvəl ambarda nə qədər taxıl vardı? Əvvəl ambarda, yəni ümumi taxılı soruşur. Ümumi taxılda 89,1'dir. Yəni B variantı. Ton. Bu oldu 15'in cavabı oldu uşaqlar. B variantı və 16 bunun oxşarıdır. Keçək növbət suala. Növbət suala görək bizdən nə istəyir? Uşaqlar növbəti sual 16 oxşardır. Gəlin 17'yə baxaq. 17'də nə deyir? Deməli 17'də deyir ki, A ədədinin hansı hissəsi? 5'də 2 hissəsi. Neçədir? 270'dir. Deməli bu ifadə nəyə bərabərdir? 270'ə. Burada A nəyə bərabər uşaqlar? 5'i vururuq 270'ə. Bölü nəyə? A'nın yanındakı bu 2'yə. 2'yə böl 1, 2'yə böl 135. 135 də 5'ə vursaq 5 yazırıq 2 yadda 15, 7 yazırıq 1 yadda 675. Düz mü yazdım? 5, 2, 15, 7, 1, bəli 6. Uşaqlar B'yə baxaq. Deyir B ədədinin 0'dan 10'da 8 hissəsi. Yəni B'ni vurduq 0,10'da 8'də. Bu nəyə bərabərdir? 180'ə. Deməli B də nəyə bərabərdir? 180 böl 0,10'da 8. 100'ə vur. Sürət məxrəci 10'a vur. Sürəti 10'a vuranda 18 vur. 100'dür. Məxrəci 10'a vuranda 8 verir. 2'yə böl 9. 2'yə böl 4. 4'ə böl 1. 4'ə böl 25. Uşaqlar 25 ilə 9'a vuranda 225'i verir. Deməli A'nın qiyməti oldu. Yuxarıya baxın. 675. B'nin qiyməti oldu 225. Bizdən nəyə soruşur tap? A bölək B'ni tap. Uşaqlar A'nın yerinə 675 yazırıq. B'nin yerinə 225. Sürəti 5'ə bölsək bir dəfə 3 dəfə 135. Məxrəci 5'ə bölsək 4 dəfə 45. 45. Gəlin yenə 5'ə xəsar aparaq. 135'i 5'ə böl 27. Məxrəci 5'ə böl 9. 27'ni 9'a bölsək 3'ü verəcək. Yəni 135'i 45'ə böləndə 3'ü verir. Deməli bu sualın cavabı olacaq 3. 3 də burada tam görsənmir. Amma yəni doğru cavab D variantıdır. Keçən növbət. Uşaqlar gəlin baxaq. 18 oxşardır. Gəlin 19'a baxaq. 19'da deyir ki, gəlin heyvaya baxaq uşaqlar. Heyva nə qədərdir burada? Heyva bilinmir. A qədərdir. A bizim olsun heyvamız. Heyva. Sonra almamız nə qədərdir? Almanı yuxarıya aparsaq, sol aparsaq 50 kiloqram. Deməli almamız 50 kiloqramdır. Sonra armud nə qədərdir? Armud da yuxarı sol aparsaq 40 kiloqramdır. Deməli 40 kiloqramda armuddur. Uşaqlar onda bütün meyvə nə qədərdir? Hamısı. Meyvənin hamısı nə qədərdir? Hamısı bu üçünü toplasaq A üstəgəl 50 ilə də 40'ı toplasaq olacaq 90. Yəni A üstəgəl 90 meyvənin hamısıdır. Deyir satılan meyvələrin 4'də 1 hissəsi heyvadır. Uşaqlar satılan ümumi meyvənin ümumi meyvə nə qədərdir? A üstəgəl 90 ümumi meyvədir.
ümumi meyvəni bu 4də 1 hissəyə vursaq, 4də 1 hissəyə vursaq, deyək 4də 1 hissəsi heyvadır. Yəni ümumini 4də 1 hissəyə vursaq, heyvanı verirsə, heyva da nə qədərdir? Heyva da A-dır. Bu da oldu bizim ümumi ifadəmiz. Yəni uşaqlar, A üstəgəl 90-ı ümumi meyvənin 4də 1 hissəsi bizə heyvanı verir, yəni A-nı verir. Uşaqlar, bu ifadənin məxrəci 1-dir. Bu sürətə çıxsa, olacaq A üstəgəl 90 bölü 4. A-ya, A-nın məxrəci 1-dir. Çarpaz şəklində vur. 4-ə A-ya vur, 4-ə. A-nı sağa apar. Mənfi A. Olacaq uşaqlar, bu 90-dır. 90 bərabərdir 3A-ya, A da bərabərdir 30. Yəni bizim ümumiyyətlə heyvanımız nə qədərdir uşaqlar? 30 kiloqramdır. Bizdən nəyə soruşur? Tap. A-nı deyir, tap. A-nın da qiyməti 30-dur. Yəni D variantı. Bu oldu 19-cu cavabı D. Keçək növbəti suala. Keçdik növbəti sual. Uşaqlar nə deyir? 20-yə baxaq. Deyir, 2 natural ədədin birincisi. Uşaqlar, birinci ədədimiz olsun x, ikinci ədədimiz olsun y. Deyir, birincinin 36 7 hissəsi. Yəni, x-in 36 7 hissəsi deyəndə, x-i vurduq 36 7-yə. Nəyə bərabərdir? İkincinin, yəni y-in hansı hissəsinə? 18-də 5 hissəsinə. Yəni, ikincinin 18-də 5 hissəsi deyəndə, y-i 18-də 5-ə vurur. Çünki hissə vurmadı. Və bizə nəyə soruşur? Bu ifadəni yazdıq. Bizə nəyə soruşur? Birinci ədədin x-in İkinci ədədə nisbəti. Nisbət uşaqlar bölmə deməkdir. Nisbət bölmədir. Birinci ədədin x-in ikinci ədədə, yəni y-ə nisbəti, yəni bölünməsini deyə tap. Gəlin tapaq. Burada x-in məxrəci 1-dir, y-dən məxrəci 1-dir. X-i 7-yə vursaq 7x bölü 36 bərabərdir. Y-i 5-ə vur 5y bölək 18-də. Uşaqlar, hər iki ədəd məxrəcdə olanda məxrəcləri ixtisar aparma olur. 18-də böl 1, 18-də böl 2. Çarpaz şəklində vursaq 2-ni 5y-ə vur 10y. 7x burada 1-dir. 1-ə vuranda 7x verir. Və bizə deyir ki, x böl y tap. Uşaqlar, çarpaz şəklinə vuranda 7x veribsə 7 məxrəcə, çarpaz şəklinə vuranda 10y veribsə 10-da sürətə. Cavab olacaq 10 bölək 7. Mən görüm, harada səhv elədim mən. Hədəf isə düz yazmışıq. Deməli, x böl y soruşda cavab olacaq 10 böl 7. Yəni A variantı. Bu da oldu 20-nin cavabı. 21 də uşaqlar bunun oxşarıdır. Gəlin 22-yə baxaq. 22'ye baxaq, bunu sildik. Baxdıq 22'ye. 22-də nə deyir? Deyir, B A ədədinin 5də 3 hissəsidir. Yəni, B nəyə bərabərdir? A ədədinin 5də 3 hissəsidir. Yəni, A-nı 5də 3-ə vursaq bizə B-ni verir. Bu bir ifadə. C ədədi A-nın 4də 1 hissəsidir. Yəni, C nəyə bərabərdir? A ədədinin 4də 1 hissəsidir. Yəni, A-nı 4də 1-ə vuranda bizə verir C-ni. Bizdən nəyə soruşur? B çıx C ədədi, B plus C ədədinin hansı hissəsidir? Uşaqlar, B çıx C, B plus C-nin hansı hissəsidir deyirsə, B çıx C-ni nəyə bölürük? B üstəgəl C-yə bölürük. Baxın, bizdən bunu soruşur. Bunu sildik. Bunu sildik, ortanı sildik. İndi uşaqlar, bunun məxrəci 1-dir. Bu B nəyə bərabərdir? 3A-ya vur, 3A böl 5-ə. Yəni 0, 10-da, 3-ü 5-ə böləndə uşaqlar 0, 10-da 6 A-nı verəcək. Deməli, B-nin qiyməti 0,10-da 6 A-dır. Və yaxud da uşaqlar B-yə nə deyə bilərik? B-yə 0,60 A da deyə bilərik. Yəni vergüldən sonra istədiyimiz qədər 0 artıra bilərik. Uşaqlar, bu A vuraq 4də 1 0,25 deməkdir. Deməli, C də nəyə bərabərdir? 0,25 A-ya. İndi nə edək? Harada B görsək yerinə 0,10-da 60 A yazırıq. C görsək yerinə 0,25 A yazırıq. Deməli, 0,60 A, C-nin də yerinə 0,25 A. Bu da bizə nə verəcək? 0,60-dan 0,25 çıxanda uşaqlar bu A-dır. Bizə verəcək 0,35 A. 0,60-ın üzərinə 0,25 gələndə 0,85 A-nı verəcək. A-lar gedir. 100-ə vur 85, 100-ə vur 35. 5-ə böl 7, 5-ə böl 17. Cavab olacaq 17-də 7. Yəni C variantı. Bu da oldu 22-nin cavabı C variantı. Gəlin 23-cü suala baxaq. Görək 23-də bizdən nə istəyir? Uşaqlar, 23-də nə deyir? Deyir, birinci boru ilə boş hovuzu 4 saatda, ikinci ilə 16 saatda dolur. Yəni uşaqlar, deməli bu bizim birinci borumuz, bu da bizim ikinci borumuz.
Deməli birinci boru ilə boş hovuzu 4 saata dolur, ikinci boru ilə isə 6 saata dolur. Şola birinci boru ilə 1 saata hovuzun hansı səsi dolur? 4-də 1-i dolacaq. Bəs ikinci boru ilə 1 saata hovuzun hansı səsi dolacaq? İkinci boru 6 saata doldurursa 1 saata 6-da 1-i dolacaq. Bunu da bildik. Deyir, üçüncü boru ilə isə uşaqlar 12 saata boşalır. Uşaqlar üçüncü boru ilə 12 saata boşalırsa, indi nə edəcəyik? Üçüncü boru bir hovuz 12 saata boşaldırsa, bəs 1 saata hovuzun hansı hissəsini boşaldacaq? 12-də 1-ini boşaldacaq. İndi bizə desək ki, 3-ü birlikdə işləsələr, 1 saat işləsələr, 3-ü birlikdə 1 saat işləsələr, hovuzun hansı hissəsi dolar? Dolar deyilsə şu olar. Dolanları toplayırıq, boşalanı çıxırıq. Yəni 4-də 1 ilə 6-da 1-i toplayırıq, boşalanı çıxırıq. Hər zaman elədir. Dolanlar toplanır, boşalanlar çıxılır. Orta məxrəc 12, 12-ni 4-ə vur. 4-ə böl 3, 3-ü 1-ə vur 3. 12-ni 6-ya böl 2, 2-ni 1-ə vur 2. 12-ni 12-yə böl 1, 1-i də 1-ə vur 1. Bu da bizə verəcək 12-də 5, 5-dən 1 çıx 4. Deməli, birlikdə 1 saat işləsələr, hovuzun hansı səsi dolacaq? 12-də 4 səsi dolacaq. 12-də 4 də nə demək? 4-ə böl 1, 4-ə böl 3. Yəni, ikisi birlikdə, 3-ü birlikdə 1 saat işləsə, dolanlar toplayıb boşalanı çıxsaq, hovuzun hansı səsi dolar? 3-də 1 hissəsi dolar. Dolar. Bizdən nəyə soruşur? Boş hovuzun yarısı neçə saatı dolur? Uşaqlar, 1 saata x burada ümumidir. Ümumidir. 1 saata x'ın 3'ü birlikdə işləsələr, 1 saata x'ın 3'də 1 hissəsi, baxın 3'də 1 hissəsi dolursa, yəni x bölü 3 hissəsi dolursa, birlikdə işləsələr, ümumi hovuzun hamısının x'ın x bölü 3 hissəsi dolursa, bizdən nəyə soruşur? Boş hovuzun yarısı. Uşaqlar, boş hovuzun yarısı nə demək? Boş hovuzun hamısı x-dır. Boş hovuzun yarısı x bölü 2 deməkdir. Boş hovuzun yarısı, yəni x bölü 2 neçə saata dolacaq? A. Baxın, bu ifadədən A-nı taparıq. Çarpaz şəklində vursaq, biri vuruq x bölü 2-yə, bölü nəyə? X bölü 3-ə. Bu x-lar girəcək, bu 2 məxrəcə düşəcək, bu 3-də sürətə çıxacaq. 3-də 2-yə bölsə bizə verəcək 1/5. Deməli, saata da olur. Hovuzun yarısı 1/5 saata. Deməli, 23-cü cavab oldu C variantı. Bu da oldu 23-cü sual. Keçən növbət sual. Gəlin uşaqlar, 24-ə baxaq. 24-də nə deyir? Deyir, birinci nasos, baxın, yenə hovuz məsələsi. Birinci nasos, bu olsun birinci. Boş hovuzu 6 saata doldurur. Uşaqlar, bu 6 saata doldurur. Deyir, ikinci nasos dolu hovuzu 8 saata boşaldır. Bu da ikinci nasosdur. Bu da hovuzu 8 saata boşaldır. Deyir, 24 biraz fərqli olduğuna görə uşaqlar 24-ü məcburam işləməyə. Deyir, birinci nasos 4 saat işləsə. Uşaqlar, birinci nasos 4 saat işləsə, normalda hovuzu 6 saata doldursa, 4 saat işləsə hansı hissəsini dolduracaq? 6-da 4-ünü dolduracaq. Dolduracaq. Bəs ikinci nasos, deyir, ikinci nasos 2 saat işləsə. Uşaqlar, ikinci nasos hovuzu 8 saata boşaldırsa, bəs 2 saat işləsə hovuzu hansı hissəsini boşaldacaq? 8-də 2 hissəsini boşaldacaq. Boşaldacaq. Və bu zaman boş hovuzun hansı hissəsi dolmamış qalır. Uşaqlar, ikisi birlikdə bu qədər işləsə, dolandan boşalanı hər zaman çıxırıq. Dolandan boşalanı çıxsaq, yəni 6-da 4-dən çıxsaq 8-də 2-ni nəyə verəcək? Bunu 2-yə böl 2, 2-yə böl 3, bu 3-də 1 demək, 3-də 2 deməkdir. 2-yə böl 1, 2-yə böl 4, bu da 4-də 1 deməkdir. 3-də 2-dən 4-də 1 hissəsini çıxsaq, 12, 12-ni 3-ə böl 4, 4-ü 2-yə vur 8, 3-ü 1-ə vur 4, 12-ni 4-ə böl 3, 3-ü 1-ə vur 3. Yəni 12-də 1 hissəsi uşaqlar dolacaq. Yəni dolandan boşalanı çıxsaq, bu dolan hissəni verəcək. Deməli, ikisi bu qədər işləsə, hovuzun 12-də 1 hissəsi dolacaq. Bəs bizdən soruşur, bu qədər hissəsi dolursa, boş hovuzun hansı hissəsi dolmamış qalır? 12-də 12-dən 12-də 1-i çıxanda, 12-də, deyən gör, düz mü yazdım, səhv mi yazdım? Deyən hesabata baxım. Hə, burada arada çıxdı axı, mən səhv yazmışam. Uşaqlar, burada arada çıxdı. Burada çıxdı. 8-dən 3-ü çıxanda 12-də 5-i verəcək. Deməli, 12-də 12-dən 12-də 5 çıxanda bizə verəcək 12-də 7-ni. Yəni, ikisi bu qədər işləsə, dolandan boşalanı çıxsaq, 12-də 5 hissəsi dolursa, hansı hissəsi boş qalır? 12-də 7 hissəsi
boş qalır. Yəni dolmamış qalır. Bizdən hansı hissədə dolmamış qalır deyilsə, olacaq 12-də 7 hissəsi. Və 25 də eynən bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Növbəti sualda nə deyiş olar? Baxdıq nəyə? Deyir, qatar iki stansiya arasındakı məsafənin, məsələn, iki stansiya arasındakı məsafə deyək ki, bu olsun. A ilə B. Deyir, 7-də 3 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün daha 2 kilometr gedib. Şolar, normalda qatar 7-də 3 hissəsini gedibsə, yolun ortasına çatmaq üçün yolun ortası nə deməkdir? Yolun ortası 7, 7-nin də yarısı 3/5'i verir. Belə bir kəsir yoxdur axı. Yolun ortası 7-də 3/5'i versin. Ona görə 7-də 3'ü necə yazarıq? 2'yə vuraq. 14, 2'yə vur 6. Deməli, yolun 14'də 6 hissəsini gedib, yolun 7'də 3 hissəsini, yəni 14'də 6 hissəsini gedib, yolun ortasına çatmaq üçün daha neçə kilometr getməlidir? Daha 2 kilometr getməlidir hiss olaraq. Deməli, yolun 14'də 6 hissəsini gedibsə, yolun ortasına çatmaq üçün daha 2 kilometr getməlidirsə, yolun ortası nə demək olar? 14'də 14'ün yarısı 7'dir. Yolun ortası budur. Deməli, 14'də 6 hissəsini gedibsə, 14'də 7'yə çatması üçün daha nə qədər getməlidir? Hiss olaraq da daha 14'də 1 qədər getməlidir. Yəni, belə təsəvvür edin də, yolun 14'də 6 hissəsini gedib, yolun 14'də 6 hissəsini gedib. Daha 14'də 1 qədər getməlidir ki, yolun ortasını versin. Yəni 14'də 7'ni versin. Deməli olar, daha 2 kilometr getmək, daha 14'də 1 hissəsini getmək deməkdirsə, biz nə dedik? Bu tip suallarda hər zaman bir dənə ümumi ədəd olur. Ümumi məsafə olsun x. Deməli, ümumi məsafəni daha gedilən hissəyə, yəni 14'də 1'ə vursaq, bu 14'də 1 hissə qədər getmək 2 kilometr getmək deməkdirsə, bu 14'də şolar 2'yə vursaq bizə verəcək 28. Onda 2 stansiya arasındakı məsafə olur 28 kilometr. Bizdən soruşur, stansiyalar arasındakı məsafə neçə kilometr? Yəni ümumi məsafəni soruşur da. Ümumi məsafə də olur 28. 26'da cavab 28'dir. 27'yə oxşar suallar. Suallar çox yazmışıq. Gəlin növbəti suala baxaq. Şolar, bax, burada 28'də baxaq. Və 28'də oxşar əlavə 3 dənə sual var. Baxın, 9'da 1 hissəsi gavalı, 9'da 2 hissəsi armud, 3'də 1 hissəsi almatsa, bu dairənin hamısını toplasaq 9'da 9'u verməlidir, hamısı. Şolar, 9'da 1 ilə 9'da 2'ni toplayaq. Bir də əlavə 3'də 1 nə deməkdir? Şolar, 3'də 1-də 3'ə vur 9, 3'ə vur 3 deməkdir. Və əlavə də bu 9'da 3'ü toplasaq, bizə verəcək 9'da 6'nı. Yəni, bu 3 dənə hissəni toplasaq, 3'də 1'in yerinə 9'da 3 yazdıq. 9'da 3, 9'da 1, topla 9'da 4, üzərinə də bu 9'da 2'nin gələndə 9'da 6'nı verir. Deməli, şolar, üzümə nə qədər düşəcək? Deməli, 3'ü birlikdə 9'da 6'dsa, 9'da 6'dsa, 3'ü birlikdə şolar 9'da 6'dsa, üzümə düşəcək 9'da 3. 9'da 9'dan 9'da 6 çıxanda 9'da 3 düşəcək. 9'da 3 də nə demək olar? 3'də 1 demək. Deməli, üzümə nə qədər düşdü? 3'də 1 hissə düşdü. Bunu bildik. Bu hissəni sildik olar. Üzümün hissəsini bildik. Bizə nə deyir? 36 kilogram armud satılıb olar. Bu tip suallarda hər zaman bir dənə ümumi ədəd olur. Ümumi ədədimiz olsun x. Yəni ümumi meyvə. Olar, 36 kilogram armud satılıb. Deməli, armudumuz kilogram olaraq 36 kiloqramdır. Nə qədər armud satılıb? 9'da 2 qədər armud satılıb. Hissi olaraq da 9'da 2 qədər armud satılıb. Onda ümumi meyvəni 9'da 2 armudun hissəsinə vursaq, 9'da 2 qədər armud satılıb axı olar. Ümumi meyvənin miqdarını 9'da 2 qədər armudun hissəsinə vursaq, armudun kiloqramını verəcək. Yəni 36 kiloqram. Bunu 2'yə böldük 1. Daha doğrusu burada x nəyə bərabərdir? 9'u vurduq 36'ya. Böldük 2'yə. 2'yə böl 1, 2'yə böl 18. 18'də 9'a vuraq. 2 yazırıq. 7 yadda 162. Deməli, bizim ümumi meyvənin miqdarı 162 kiloqramdır. Bunu yazdıq. İndi nə deyir? Neçə kiloqram üzüm satılıb? Uşaqlar, neçə kiloqram bu üzüm satılıb deyirsə, ümumi meyvənin, yəni uşaqlar 162 kiloqramı
üzümün hissəsinə, yəni uşaqlar 1/3 vursaq, bu üzümün kiloqramını verəcək. Baxın, ümumi meyvəni, yəni 162 kiloqramını vursaq, üzüm nə qədər satılıb 1/3 hissə, yəni ümumi meyvənin 162-nin 1/3 hissəsi üzümü verirsə, 162-ni uşaqlar 3-ə bölsək bizə 54-ü verəcək. 3-ə böl 1, 3-ə böl 54. Deməli, hissə olaraq 1/3 hissə üzüm satılıb, kiloqram da olaraq 54 kiloqram üzüm satılıb. Yəni üzüm. Bizdən soruşun neçə kiloqram üzüm satılıb? 54 kiloqram üzüm satılıb. Yəni uşaqlar 28-in cavabı oldu 54. Gəlin 29-a baxaq. Bunu silək. Deməli, burada nə deyir? 29-da deyir ki, baxın uşaqlar, 31-də eynən bunun oxşarıdır. Deməli, 29-da deyir ki, A və B məntəqələrindən eyni zamanda qarşı-qarşı iki velosipedçi yola düşdü. Bu olsun bizim A məntəqəmiz, bu da olsun bizim B məntəqəmiz. 2 dənə velosipedçi qarşı-qarşı yola düşür. Bu birinci, bu da ikinci velosipedçi. Nə deyir? Deyir, onların hər biri bir saata A və B arasındakı məsafənin 1/4 qədər yol gedir. Velosipedçisini saatın sonu görüşüblər. Deməli, A və B arasındakı məsafənin deyir, onların hər biri saatda A və B məntəqələri arasındakı məsafənin 1/4 qədər gedir. Yəni, bu da bir saata məsafənin 1/4 gedir. Sağdakı da uşaqlar baxın. Sağdakı da bir saata, bu da 1/4 gedir. Bir saata 1/4 gedir. Bir saata 1/4 gedir. Bu da bir saata yenə 1/4 gedir. Bu zaman velosipedçilər saatdan sonra görüşürlər. Uşaqlar ikisi birlikdə bir saata qarşı-qarşı yola düşsə 1/4 ilə 1/4-ni toplasaq, birlikdə, deməli 1/4 ilə 1/4-i toplasaq, bizə verəcək 4/2-ni. Bu da nə deməkdir? Bu da 2/1 deməkdir. 2/1 deməkdir. Deməli, birlikdə yolun hansı hissəsini gediblər? 4/1 ilə 4/1 topladıq, 2/1-i verdi. Deməli, birlikdə bir saata gəlin belə yazaq, tam rahat olsun. Deməli, birlikdə bir saata 4/1 ilə 4/1 topladıq. Nəyi verdi? 4/2-ni, yəni 2/1 hissəsini gedib. Bəli. Deməli, bunlar bir saata, ikisi birlikdə bir saata yolun 4/2 hissəsini, yəni 2/1 hissəsini gedibsə, velosipedçilər neçə saatdan sonra görüşüblər? Velosipedçilərin görüşməsi üçün uşaqlar tam getməlidir. Yolun 2/2 hissəsini getməlidir ki, yəni yolun hamısını getməlidirlər ki, görüşsünlər. Yəni bu buradan bura qədər gəlməlidir. Bu da buradan bura qədər gəlməlidir. Yəni ümumi məsafə tamamlanmalıdır ki, bunlar görüşsünlər. Bir saata 2/1 hissəsini gedibsə, neçə saatdan sonra görüşür deyirsə, deməli yolun hamısını, yəni 2/2 hissəsini getməlidir ki, bunlar görüşsünlər. Onda yolun 2/2 hissəsini neçə saata gedəcək? Bilmirik. A. Çarpaq şəklinə vursaq, A nəyə bərabərdir? 1 vuraq. 2/2-yə bölək 2/1-ə. 1-i 1-ə vursaq 1-i verir. Bunu da 2/1-ə bölsək 1 böl 2/1 və burada 2 yuxarı çıxacaq. Elə olacaq 2. Yəni neçə saatdan sonra görüşürlər? 2 saatdan sonra bunlar görüşürlər. Yəni bu sualın cavabı oldu uşaqlar 2. Deməli 29-un cavabı 2-dir. Bəli. 30 bunun oxşarıdır. 31-i bayaq dedik, bunun oxşardır. Uşaqlar bax, bu 32-ci sual da oxşardır. 32 də bizə lazım deyir. Baxın 32 də oxşardır. Sadəcə burada 4-cüyə hamısı 11-də 11-i verməlidir. 4-ə elə hissə yazmalısınız ki, 4-ün toplayanda 11-də 11-i versin. Yəni əvvəlki sualın oxşarıdır. Gəl nəyə baxaq? 33-ə. 33-də deyir ki, su ilə dolu çəlləkdən əvvəlcə 10 litr, sonra çəlləkdəki suyun 2/1-ni, sonra daha 10 litr götürdülər. Bundan sonra çəlləkdə ümumi 3/1 hissəsi qədər su qaldı. Uşaqlar, yenə bu tip suallarda ümumi bir dənə ədədimiz olur. X olsun ümumi çəlləyin hamısı. Uşaqlar, su ilə dolu çəlləkdən əvvəlcə 10 litr su götürdülər. Ümumi həcm X-dir. X-dan 10 litr götürsələr nə qədər qalacaq? X-10, bu qalandır. Sonra çəlləkdən qalan suyun, yəni bu qalan suyun 2/1-ni götürüblərsə, yenə 2/1 qalır. Yəni qalan suyu qalan hissəyə, yəni 2/1-ə vursaq, yenə bizə qalanı verəcək. Sonra nə deyir? Daha 10 litr su götürdülər. Bundan da 10 çıxsaq uşaqlar, ümumi qalandan, baxın bu qalandır. Qalanın 10 litr çıxsaq, bu da bizə qalanı verəcək.
və daha 10 litr su götürdülər və bundan sonra çəlləkdəki suyun bundan sonra çəlləkdəki çəlləyin 1/3 hissəsi qədər su götürdülər və yekunda bundan sonra çəlləkdəki götürüldü. Deyir, bundan sonra çəlləyin 1/3 hissəsi qədər su qaldı. 1/3 hissəsi qədər. Deməli olar bu ifadə bizə qalanı versə, yekunda da x-ın deməli bu ifadə bizə verdi qalanı. Deyir, yekunda isə x-ın 1/3 hissəsi qədər su qaldı. Yəni x-i də 1/3 vursaq, bu da bizə qalanı verəcək. Sol da bizə qalanı verir, sağda. Onda şolar gəlin indi. Birinci mötərizəni vuracaq. 2/1 x-a vur. Olacaq x vur 2/1. Çıx. 10'u vur 2/1'ə. Olacaq 10 vur 2/1. Çıx 10. Bərabər niyə? X vur 3/1'ə. Bu x-in məxrəci 1'dir. X-i 1'ə vur. X 2'yə böl. 2'yə böl 1, 2'yə böl 5. Qalacaq çıx 5. Çıx buradakı 10. Bərabər bu x-in məxrəci 1'dir. X çıxır sürətə. 3'ü 1'ə vur 3. Uşaqlar, burada x böl 2. Bu x böl 3'ü sola gətir. Mənfi x böl 3. Mənfi 5, mənfi 10, mənfi 15 sağa apar, müsbət 15. Orta məxrəc 6. 3x-a vur 3x. 2-ni x-a vur 2x. Bərabərdir 15'ə. 3x-dan 2x çıxanda 1x böl 6 bərabərdir 15. Bu məxrəci 1, x-i 1'ə vur x. 6'yı 15'ə vur 90. Deməli, ümumi çəlləyimiz nə qədərdir? 90 litr sutdur. Bizdən soruşur, çəllək neçə litr sutdur? Şolar, yəni ümumi çəlləyi soruşur, neçə litr sutdur? Olur 90 litr. Bu da oldu 33'ün cavabı. Gəlin sonuncu sualımıza baxaq şolar. 34'ə baxaq. Çünki 35 oxşardır. 34'də nə deyir? Deyir, birinci kran boş hovuzu 24 dəqiqəyə doldurur. Baxın, bu 24 dəqiqəyə doldurur. İkinci kran 36 dəqiqəyə doldurur. İkinci kran 36 dəqiqəyə doldurur. Bu ikinci kran da 36 dəqiqəyə doldurur. Və hovuzun aşağısında olan üçüncü kran isə dolu hovuzu 72 dəqiqəyə boşaldır. Bu da 72 dəqiqəyə boşaldır. Niyə? Birinci kran bir yazaqda bura. Bu bizim birinci kranımız. Birinci kranımız hovuzu 24 dəqiqəyə doldurursa, 1 dəqiqəyə hovuzun hansı hissəsini doldurur? 24'də 1. İkinci kran hovuzu 36 dəqiqəyə doldurursa, 1 dəqiqəyə hansı hissəsini dolduracaq? 36'da 1 hissəsini. Bəs üçüncü kran, bunlar doldurur şolar. Doldurur. Bəs üçüncü kran boş hovuzu 72 dəqiqəyə boşaldırsa, bəs üçüncü kran 1 dəqiqə işləsə, hovuzun hansı hissəsini boşaldır? 72'də 1 hissəsini boşaldır. Bəs bizdən soruşur ki, üçü birlikdə işləsə, yəni bu üç kran eyni zamanda işləsə, bunlar birlikdə işləsələr, 1 dəqiqəyə hovuzun hansı hissəsini doldurur deyilsə, dolanları toplayıb boşalanı çıxırıq. Yəni 24'də 1 üzərinə gəl 36'da 1 dolanları toplayıb boşalanı çıxsaq, bu bizə verəcək buradakı ifadəni. Yəni birlikdə 1 dəqiqə işləsə, hovuzun hansı hissəsini doldurar deməkdir. Orta məxrəc 72, 72'ni 24'ə böl 3, 3'ü 1'ə vur 3, 72'ni 36'ya böl 2, 2'ni 1'ə vur 2, çıx, 72'ni 72'ye böl 1, 1 də 1'ə vur 1. Bu da bizə verəcək 72'də 5'dən 1 çıx 4. 4'ə böl 1, 4'ə böl 18. Deməli uşaqlar, bunlar birlikdə 1 dəqiqə işləsə, dolanlar toplayıb boşalanı çıxdıq. 1 dəqiqə işləsə, hovuzun hansı hissəsini doldurur? 18'də 1 hissəsini dolduracaq. Bəli, 2 dolanı toplayıb boşalanı çıxsaq, üçünün birlikdə 1 dəqiqə dolan hissəsini verəcək. İndi gəlin yekuna baxaq. Hesabat hissəsini deyək. Nə deyir burada? Deyir, bu üç kran eyni zamanda açıldıqda boş hovuzun 4'lü hissəsini neçə dəqiqəyə doldurur? Uşaqlar, 1 dəqiqəyə ümumi bu tip sualda bir dənə ümumi ədəd götürək. Ümumumuz olsun x. 1 dəqiqəyə ümumi hovuzun x-in 18'də 1 birlikdə söhbət edir uşaqlar. Bunlar birlikdə 1 dəqiqəyə hovuzun 18'də 1 hissəsini doldurursa, bəs deyir, bunlar boş hovuzun 4'də 3 hissəsini, yəni x-in 4'də 3 hissəsini neçə dəqiqəyə doldurar? Bilmirik. A. Bizdən soruşur, bax A-nı tap. Yəni üçü birlikdə 1 dəqiqə ümumi hovuzun, yəni x-in 18'də 1 hissəsini doldurursa, x-in 4'də 3 hissəsini neçə dəqiqəyə doldurar? 3x. Çarpaq şəkildə vursaq, anaya bərabərdir x. X-i vurduq 4'də 3'ə, vurduq 1'ə, böldük x vur 18'də 1. Bu x-lar gələcək. Burada uşaqlar 4'də 3 qalır. 18 yuxarı çıxır. Və buradakı 1 də aşağı düşür. Bunu 2'yə böl 9, 2'yə böl 2. Sürətdə 3 vuraq 9 qalacaq, yəni 27. Məxrəcdə də qalacaq bu 2.
Uşaqlar 27-ni 2-yə bölsə nəyi verir? 13,5. Deməli neçə dəqiqəyə doldurur? 1 dəqiqə x-in 18-də 1 hissəsini doldurursa, x-in 4-də 3 hissəsini 13,5 dəqiqəyə dolduracaq. Yəni uşaqlar bu sualın cavabı 13,5 dəqiqədir. Bu da oldu uşaqlar 34-cü cavabı. 34-cü cavab oldu 13,5 dəqiqə. Və 35 də eynən bunun oxşarıdır. Bu da oldu uşaqlar ümumi 11-ci sinif test toplusunun kəsirlər mövzusunun 4-cü bölməsinin uşaqlar son testi. Sağ olun, hələlik.